Səbir insanın ən dərin sərvətidir. Amma səbir bir dərsdir, bir məktəbdir və Ramazan bu məktəbin açılış günüdür. Oruc insanı hər anla sınayır, arzularını və ehtiyaclarını diqqətlə östürür, səbrin dəyərini göstərir. Gecə dua, gündüz aclıq, iftarın hüzuru, hər biri səbir təcrübəsidir. Bu ay insana öyrədir, hər məhrumiyyət bir fürsətdir, hər çətinlik bir dərs, hər gözləmə isə bir zəfərdir. Bəli, əziz izləyicilərimiz, bugün biz növbəti bir Ramazanla Diriliş proqramında birlikdəyik sizinlə. Bugünkü mövzumuz Ramazan ayı və səbir məktəbidir. Mövzumuzu studiyamızın çox dəyərli qonağı ilə müzakirə etmədən öncə gözəl bir Quran-ı Kərim tilabəti dinləyək, ondan sonra yenidən birlikdəyik. أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. وسيق الذين اتقوا ربهم إلى الجنة زمرا حتى إذا جاءوها وفتحت أبوابها وقال لهم خزنتها سلام عليكم طبتم فادخلوها خالدين وقالوا الحمد لله الذي صدقنا وعده وأورثنا الأرض نتبوأ من الجنة حيث نشاء فنعم أجر العاملين وترى الملائكة حافين من حول العرش يسبحون بحمد ربهم وقضي بينهم بالحق وقيل الحمد لله رب العالمين. صدق الله العظيم.
Bəli, əziz izləyicilərimiz, qeyd etdiyimiz kimi bugünkü mövzumuz Ramazan və səbir məktəbidir. Qeyd etdik, burada həm oruc ibadəti, həm oruc ibadətində yaşadığımız bütün bu hadisələr hər biri bizə səbri öyrədir. Studiyamızın qonağı isə çox dəyərli elm insanımız, tarix üzrə fəlsəfə doktoru Abbas Qurbanovdur. Abbas müəllim, xoş gördük. Xoş gördük Eldar müəllim. Dəvətiniz üçün də sizə çox-çox təşəkkür edirəm. Hal-hazırda sizləri, sizin kollektivinizi və hal-hazırda bizi izləyən hər bir şəxsi Allahın salamı ilə salamlayıram. Başı rəhmət, ortası məğfirət, sonu cəhənnəm əzabından xilas olan mübarək Ramazan ayının mübarək günlərindən birini yaşayırıq və hər bir müsəlmana, hansı ki bu ayı biz hər birimiz səbirsizliklə gözləyirik, ümidlə gözləyirik. Bu ayı yaşamaq üçün əlimizdən gələn hər bir şeyi etməyə hazırıq. Bu ayda etdiyimiz ibadətlərin, tutduğumuz oruçların, qıldığımız namazların Allah qatında qəbul olunması üçün hər birimizə dua edirəm. Qoy hər birimizin dualarımız, zikirlərimiz, niyazlarımız, tutduğumuz oruçlarımız qəbul olsun və bu ayı Allahın istədiyi şəkildə haqqı ilə yaşaya bilən bizi bəndələrdən etsin və bu arzu və niyyətlə, dualarla da proqramımızı açmış olduq. Çox gözəl Abbas müəllim, bu niyazlarınıza, bu təmənnilərinizə biz də qoşuluruq. Sağ olun, var olun deyirik. Qeyd etdiyimiz kimi səbir sözün həqiqi mənasında hər bir insanın, yəni bir müsəlmanın bəlkə də ən gözəl davranışlarından biridir. Yəni səbirli olmaq, səbir ruhuna, şuuruna sahib olmaq alilikdir əslində. Bu səbir məktəbini də, bu səbir anlayışını da bizə bəlkə də ən yaxşı oruc ibadəti, məsələn Ramazan ayında yaşadığımız bu oruc ibadəti öyrədir. İlk sualımızı da belə qoysaq Abbas müəllim. Oruc və Ramazan ayı, yəni oruc ibadəti insanın səbir ruhunu necə gücləndirir? Proqramımız başladığı zaman çox gözəl vurğuladınız ki, Eldar müəllim, Ramazan ayı bir səbir ayıdır. Baxın, hər halı ilə bir səbir ayıdır. Normalda digər vaxtlarda bizdən soruşsaz ki, Allaha inanırsınızmı? Hər bir müsəlman deyəcək ki, bəli, Allaha inanıram. Amma əməllərimizdə o Allaha inamımızı göstərə bilirikmi? O artıq başqa bir məsələdir. O artıq başqa bir mövzudur. O artıq daha dərin bir mövzudur. Amma Ramazan ayında biz hər bir ruhumuzla, hər bir hüceyrəmizlə bu Allaha inamımızı göstərmiş oluruq, isbat etmiş oluruq, sübut etmiş oluruq. Adicə bir sahur səhnəsini, bir iftar səhnəsini gözümüzün qarşısına gətirsək, məsələn, sahurun vaxtının bitməsinə 3 dəqiqə qalmış, iftarın vaxtı başlamasına 1 dəqiqə qalmış olsa belə, biz əlimizi o nemətlərə nə eləmirik? Uzatmırıq, vurmuruq. Və onu sadəcə beynimizdə demirik. Yəni, əlimizlə hələ vaxt girməyib demirik. Onu dilimizlə demirik. Onu bütün vücudumuzla, bütün ruhaniyyətimizlə deyirik və bunu deməklə nə edirik? Bəli, bizi yoxdan var edən bir varlıq vardır. Onun adı Allahdır. O Allah mənə oruc ibadətini fərz etmişdir, vacib etmişdir. Mən bu ibadəti yerinə yetirirəm və bu ibadətin gərəyi olaraq da bu saatın daxil olmasını, bu saatın tamamlanmasını gözləməliyəm. Və hər halımızla biz nə etmiş olduq orada? Səbir etmiş olduq və öz səbirimizlə Allaha olan bağlılığımızı isbat etmiş olduq, göstərmiş olduq. Bilirsiniz, səbir sadəcə dözmək deyil. Səbir insanı həm möhkəmləndirir, həm onu çətin anlara hazırlamış olur. Səbir sadəcə imtahan deyil ki. Səbr vasitəsilə insan çətinliklərin öhdəsindən necə gəlməyi öyrənir.
öz iradəsini sınamış olur. Çətinliklərə qarşı necə mübarizə apara biləcəyini öyrənmiş olur. Bədənini, ağlını, nəfsini ona bu anlarda, bu hallar qarşısında necə dayanması lazım olduğunu öyrətmiş olur. Yəni səbir sadəcə çətinliklərə sinə gəlmək, səbir sadəcə dözmək deyil. Səbir sizin də qeyd etdiyiniz kimi bir məktəb olmaqla bərabər bizi insan olaraq möhkəmləndirir. Çətinliklər qarşısında bizi sınamış olur, imtahana çəkmiş olur. Bu imtahanlardan, bu sınaqlardan biz necə çıxdıq? Eyni zamanda da bizi nə edir? Gücləndirir. Yəni oruc necə ki bir qalxandır, bizim bədənimiz də bu oruc vasitəsilə, bu Ramazan ayı vasitəsilə öz gücünü, qüvvəsini göstərmiş olur. Nə mənada gücünü, qüvvəsini? Adicə yemək yeməməklə və yaxud da ki Ramazan ayında qadağan olunmuş, Ramazan ayı sadəcə mədəni ac saxlamaq deyil ki. Ramazan ayı eyni zamanda insani xüsusiyyətlərə zidd olan xırda əməllərdən tutmuş böyük əməllərə qədər hamısından uzaq olmaq deməkdir. Mən bunu başqa vaxtlarda uzaq ola bilmirəmsə, onun əsiri oluramsa, Ramazan ayında isə tam tərsinə ona hakim ola bilirəm, ona qarşı gələ bilirəm. Deməli, mən nə etdim? Bu sınaqlardan, bu oruc vasitəsilə gücləndim, qüvvətləndim, möhkəmləndim və özümün mübarizə aparma qabiliyyətimi yenidən geri aldım. Və bununla da səbir, yəni Ramazan ayı, oruc bizə möhkəmləndirdi. Bizi gücləndirdi, bizi qüvvətləndirdi, bizim iradəmizi daha da neyləmiş elədi? Artırmış oldu. Doğru. Osman, belə bir Peyğəmbərimizin hədis şərifi var. Mən sabərə zafərə deyirlər. Yəni səbr edən zəfər qazanır mənasında. Yəni səbirli olmaq, başa gələn müsibətlər qarşısında səbirli olmaq, başqasının sənə qarşı münasibətlərində səbirli olmaq. Siz qeyd elədiniz, Ramazan ayında da Peyğəmbərimiz sallallahu əleyhi və səlləm buyurur ki, əgər sizin də vurğuladığınız kimi oruc ibadəti bir qalxandır, sizə birisi hər hansısa bir təhqiramiz ifadə işlədər, sizə nəsə bir nalayiq söz atarsa, siz deyin ki, mən orucam. Yəni oruc bu şəkildə bir qalxandır. Yəni sən orucundan bir qalxan kimi istifadə et və o pislikdən, o davadalaşdan, o aqressiyadan uzaqlaş deməkdir. Yəni səbir, ibadət və gündəlik həyatda necə tətbiq olunur və bunun yolları nədən ibarətdir? Baxın, ibadət edən insanlar Allah Teala'nın onların boynuna qoymuş olduğu vacib əməlləri, fərz ibadətləri, fərz əmrləri yerinə yetirmiş olurlar. Və onların boynuna qoyulmuş bir yükdür. Bu yükü nə edirlər? Daşımış olurlar. Amma Allahın bu ibadətləri qarşısında, həyatın bu çətinlikləri qarşısında səbr edənlər isə Allah Teala Ənfal surəsinin 4-cü ayətində buyurur ki, səbr edənlər mükafatlarını hesabsız alacaqlar. Yəni biz bəzən deyirik ki, Allah bizi imtihana çəkdi. Ya bu bəlanı bizim başımıza niyə gətirdi? Və üsyan edirik. Ya olmazdı ki, bu bəla gəlməsəydi. Allah ilə bütün həyatımızı firavanlıq içərisində yaratmış olsaydı. Baxın, əslində həyatda yaşadığımız hər bir çətinliyin qarşısında bizim nə qədər dözə biləcəyimizi, nə qədər səbr edə biləcəyimizi Allah Teala sınayır. Və bu sınamalar hesabında biz cənnəti və ya da cəhənnəmi qazanmış oluruq. Bu sınamalar qarşısında biz cənnətlik və ya cəhənnəmlik oluruq. Və ya da Peyğəmbər s.ə.v buyurur ki, səbir müminin yarısıdır. Yəni, mömin ola bilmənin yarısı ibadətdirsə, yarısı da səbirdir. Yəni, normalda dildə mən müsəlmanam demək, hər kəs, çox insan deyə bilir. Amma ibadətlərini yerinə yetirə bilirsənmi, yetirirsənmi, hər kəs buna %100 edirəm deyə bilmir.
Amma bu ibadətlərin qarşılığında, bu ibadətləri həyata keçirərkən müəyyən halların qarşısında insanın nə etməsi lazımdır? Səbr etməsi lazımdır. Dözümlülük göstərməsi lazımdır. Özünün nəfsinin, daxili dünyasının hər bir arzu və istəklərinə yox deyə bilməsi lazımdır. Bu mənada səbir təkcə dözmək deyil, eyni zamanda hadisələrdən bir dərs çıxarmaqdır. Yəni, başımıza gələn məlalar, müsibətlər və ya ətrafımızda baş verən müəyyən hadisələr bizi səbirli olmaqla bərabər o hadisələrdən bizi dərs çıxarmağa da sövq eləyir, təşviq eləyir. Ey insan, bax, bu cür hadisələr də var. Sən bu hallar qarşısında olsaydın, necə bir reaksiya verərdin? Necə bir nikbinlik və ya da bədbinlik göstərərdin? Səbr edərdinmi, yoxsa səbr etməzdinmi? Bu mənada səbir sadəcə dözmək deyil, eyni zamanda da hadisələrdən dərs çıxara bilməkdir. Allah Teala'nın bizim başımıza gətirdiyi müəyyən bəlaların da, müsibətlərin də bir səbəbi budur. Bizi imtihana çəkməklə bərabər bizim bu hadisələr qarşısında necə bir dərs çıxartdığımızı görmək. Yəni illa da bəlanın gəlib bizim qapımızı mı döyməsi lazımdır? Qonşunun qapısını döyəndə biz onu nə qədər hiss elədik? Hiss eləyib özümüzə bir çəki düzən veririksə, özümüzdə bir halları dəyişdiririksə, Allah görür ki, bəli, sənin deyil, qonşunun başına gələn bəladan nə etdin? Dərs çıxartmış oldun. Bu mənada bəli, səbir ibadətlərimizin, günlük həyatımızın içindədir. Göstərdiyimiz hər bir səbirin mükafatını axirət günü alacağıq və Peyğəmbər s.ə.v-in də buyurduğu kimi səbir möminin yarısıdır və biz bu səbirlərin qarşısında ya mükafatlandırılacağıq, ya da göstərə bilmədiyimiz səbirlərin sayəsində, nəticəsində cəzalandırılacağıq. Bu istər klassik ədəbiyyatda, istər müasir ədəbiyyatda kifayət qədər səbirlə bağlı, səbrin əhəmiyyəti ilə bağlı şairlərin də dediyi ifadələr var, sözlər var. Yəni bu sadəcə sözdə qalmamalıdır, əslində doğrudur, əməldə özünü göstərməsi lazımdır. Necə ki şair deyir, səbr eylə gülüm, dərdinin dərmanı səbir deyir, hər dərddən uzaq eyləyən insanı səbirdir. Yəni səbir hər bir dediyimiz kimi düşünən insanın, təfəkkür edən bir insanın həyatına işıq tutan bir çıraqdır. Səbir, səlamət, sürət, fəlakət də deyirlər el arasında, belə bir deyim də var. Quran-ı Kərim və Peyğəmbər hədislərində səbir necə tərənnüm olunur, səbrə təşviq hansı şəkildə qarşımıza çıxır, onun haqqında biraz danışsaq. Məsələn, Quran-ı Kərimdə Bəqərə surəsinin 155-ci ayətində Allah Teala belə buyurur ki, biz sizi qorxutmaq və imtahan etmək üçün yaratdıq, səbr edənlər üçün isə böyük mükafat vardır. Peyğəmbər s.ə.v isə hər müsəlman imtahanlardan keçər. Müsəlman imtahandan keçməz demir Peyğəmbər s.ə.v. Hər müsəlman imtahandan keçər. Birisi 5 ilə, birisi 3 ilə, birisi 2 ilə. Amma hər bir müsəlman imtahana tabe tutulacaq, imtahandan keçəcək. Səbir göstərən və Allahdan ümidini kəsməyən isə mükafatlandırılacaq. Yəni, müsəlmanın başına bəla gəlməyəcək, müsəlman imtihana tabe tutulmayacaq bu dünyada. Elə bir şey yoxdur. Hər birimiz imtihana tabe tutulacağıq, hətta bu dünyada da sınanacağıq, imtihanlardan keçəcəyik. Amma bu imtihanlar qarşısında səbir edənlər, səbir göstərənlər və Allahdan ümidini kəsməyənlər isə mükafatlandırılacaqlar. Bəzən içimizdə belə duyğu olur. Məndən sağlam bəndə yoxdur. Bəli. İbadətimdir, eləyirəm. Haramdan uzaqdam. Allahı da sevirəm, Peyğəmbər s.ə.v-i də sevirəm. Bəli. Əhl-i beyti də sevirəm. Ya mənim başıma gəlməyən bəla yoxdur. Bəli. Amma böyüklər hər zaman nə deyir? Allah sevdiyi bəndələrinin
tez-tez imtahandan keçirdər ki, onun nə qədər sağlam, nə qədər səbirli, nə qədər nikbin olduğunu görə bilsin. Və bəzi bəndələr başına gələn hər bəlanı Allaha üsyanla qarşılayar, bəzi bəndələr isə başına gələn hər bir bəlaya Allaha şükür edər ki, ya Rəbbi, demək ki, sən məni imtahan edirsən ki, imtahandan çıxmağımla məni mükafatlandırasan. Yəni burada Peyğəmbər s.ə.v-in bu sözü, bu hədis-i şərif çox gözəl, hər birimizə motivasiya olacaq bir mahiyyətdədir. Yəni hər bir müsəlman imtahandan keçər, səbr edənlər, səbr göstərənlər və Allahdan ümidini kəsməyənlər isə mükafatı kimlər qazanacaqdır? Mükafatı bu insanlar qazanacaqdır. Çətin günlər səbrimizi sınayar. Hər birimizin həyatında çətin günlərimiz olur. Və biz səbrimizlə orada imtihana çəkilirik. Amma səbrim və dualarım mənə ümid və güc verir. Yəni, hər bir çətinliyin qarşısında göstərdiyimiz səbir və ümidimiz bizə güc qaynağı olur. Bizi nikbin edir. Bu mənada Quran-ı Kərimin içərisində də, Peyğəmbər s.ə.v-in həyatında da, hədislərdə də biz heç bir zaman Peyğəmbər s.ə.v-in bədbin düşündüyünün şahidi olmuruq. Hər zaman pozitiv, hər zaman nikbin. Ən çətin anlarda da bir də görürsünüz ki, Peyğəmbər s.ə.v tənhalığa çəkilər, öz evinə çəkilər və yaxud da öz çadırına çəkilər. Allaha əlini açıb dua edər, ondan istəyər. Ya Rəbbi, bu sınaqdan bizi üzü ağ, anlı açıq çıxart. Və bu mənada biz İslam tarixinə də nəzər saldığımızda görürük ki, Peyğəmbər s.ə.v-in başına gəlmədik işgəncələr vardır. Uhud döyüşü, Peyğəmbər s.ə.v-in Təbuk səfəri olsun, Taif səfəri olsun, hələ müsəlmanlar Məkkədə ikən görmüş olduqları işgəncələr olsun hicrətdən əvvəl. Bunların hamısını gözümüzün qabağında canlandırdığımız zaman Peyğəmbər s.ə.v-in heç bir vaxt ümidini kəsmədiyini, Allahın hər zaman onlara dəstək olacağını, onların yanında olduğunu ifadə edib və bu cür yaşamağı insanın bir həyat tərzi olmasını tövsiyə edib. Quran-ı Kərimdə Allahu Teala buyurur ki: "Və-lənəbluvannakum bi-şey'in minəl-xawfi vəl-cu'i və naqsin minəl-əmvali vəl-anfusi vəth-thəmərat və bəşşiris-sabirin." Biz sizi bəzi şeylərlə imtahan edərik. Yəni bu şeylər nədir? Minəl-xawfi dediyimiz qorxudan, qorxuyla, acılıqla, bir canı sizdən almaqla, malın azaldılması ilə sizi imtahan edərik. Və bəşşiris-sabirin, səbr edənləri müjdələ deyir Allah-u Teala Peyğəmbərimizə. Burada bir insan bu dünyada qarşılaşdığı bütün müsibətlər ki var, yəni istər malının azalması, istər canının azalması, yaxınının itirilməsi, aclıqdır, susuzluqdur. Yəni bu kimi sosial problemlər də belə, yəni müsəlmanın başına gələ biləcək, hər insanın başına gələ biləcək əslində bir müsibətlərdir. Yəni bu zaman edilən səbir əslində müjdələnə biləcək bir səbirdir. Yəni Allah-u Teala bu sabirləri, bu səbr edən insanları müjdələyir və digər ayədə də İnnallaha ma'as-sabirin, Allah səbr edənlərlə bərabərdir deyir. Yəni səbr etmək əslində Rəbbə yönəlməkdir bir mənada. Yəni sən aqressiv olaraq həmin hadisəyə qarşı öz münasibəti göstərirsənsə, bu artıq özünün bu problemi, bu məsələnin həllinə çalışdığın deməkdir. Amma səbr elədiyin zaman Rəbbinin daha üstün yaradanın hadisəyə baxışını, ondan sonra o ilahi ədalətin bərqərar olunmasını artıq düşündüyün üçün səbr edirsən əslində. Yəni yoxsa səbr etməyən bir insan özü bir problemin həllinə çalışmağa çalışır, həll etməyə çalışır. Yəni Ramazan ayında da biz əslində kiçik məhrumiyyətlərlə üzləşirik.
Yəni bu məhrumiyyətlər ki, əslində bəzən də Rəbbimizin bizə qoyduğu məhrumiyyətlər deyil, amma Rəbbimizin bizdən istədiyi məhrumiyyətlərdir. Burada aclıq məhrumiyyəti var, burada cinsi istəklər məhrumiyyəti var, burada pisliklərdən çəkinmək məhrumiyyəti var. Sadəcə mədəyə tutulan orucdan söhbət getmir. Burada bütün bədənin orqanlarının bir şeydən məhrum olunmasıdır. Yəni bu məhrumiyyətlər səbrin böyük dərslərinə necə çevrilir? Yəni səbir olaraq bizim qarşımızda necə özünü göstərir bu məhrumiyyətlər? Baxın, Peyğəmbər s.ə.v-in həyatında Peyğəmbər s.ə.v deyir ki, səbir fəlakətin ilk anında göstəriləndir. Bir davranış, doğru. Və indi siz sualı verdiyiniz zaman birdən-birə ağlımda o hadisə canlandı. Peyğəmbər s.ə.v-in həyatında yaşanılmış bir hadisə var. Öz yaxınını itirən bir qadının yanından Peyğəmbər s.ə.v keçərkən o qadın saçını başını yolaraq ağlayır və yanlarından keçən şəxsin Peyğəmbər s.ə.v olduğunu da qadın görə bilmir. Peyğəmbər s.ə.v ona belə eləmə deyəndə ona biraz sərt cavab verir. Sən yaxını itirməmsən ki, mən yaxınımı itirmişəm. Mənim duyğularımı sən bilə bilməzsən. Bu mövzuda bir cavab verir qadın ona. Sonradan özünə gələndə həmən xanıma deyirlər ki, bəs biraz əvvəl sən Peyğəmbərə s.ə.və belə bir cavab verdin. Qadın biraz peşman olur və Peyğəmbər s.ə.v-in yanına gəlib üzr istəyir. Bəli, o əsnada Peyğəmbər s.ə.v deyir ki, bəli, səbir fəlakətin ilk anında göstəriləndir. Bəli, həyatımızda yaşadığımız hər bir məhrumiyyət bizə səbri öyrədir. Və səbir bizi, doğru dildə desək, bəzən bizi insan olaraq sınağa çəkir. Bəzən bizi bir ata olaraq sınağa çəkir. Bəzən bir həyat yoldaşı olaraq bizi sınağa çəkir. Bəzən cəmiyyətdə normal bir vətəndaş olaraq sınağa çəkir. Bəzən bu vətənin bir daşı olaraq bizi sınağa çəkir. Və biraz əvvəl də dediyiniz kimi, bəzən də nəfsimizin arzu və istəklərinə səbr etməklə, onun qarşısında dözə bilməklə də bir nəfslə mübarizə aparan bir şəxs halında bizi sınağa çəkir. Bu mənada biraz əvvəl də qeyd etdiyimiz kimi göstərdiyimiz hər bir səbir bizi gücləndirməklə bərabər, bizi möhkəmləndirməklə bərabər, bizə mübarizə apara bilmə, qarşı gələ bilmə, necə deyərlər, o arzularla, istəklərlə döyüşə bilmə qabiliyyətini bizə qazandırmış olur. Və bu qazandığımız xüsusiyyətlər vasitəsilə biz səbr etməklə bərabər eyni zamanda bu imtahandan da keçmiş oluruq. İmtahandan 5 balla mı, 4 balla mı, 3 balla mı, yoxsa mənfinən imtahanda mı, sinifdə mi qalmış oluruq? Yəni imtahandan keçirikmi, yoxsa kəsilirikmi? Həm bizə səbri öyrətdi, həm bizi gücləndirdi, həm bizi imtahandan keçməyə vadar elədi, mükafatlandırdı və yaxud da cəzalandırdı. Yəni, çox gözəl bir ifadə var. Bəzi insanlara nə deyirlər? Bəzənə deyirlər ki, dünya görmüş insandır. Və yaxud da ki, pişmiş adamdır. Və yaxud da bəzənə... İşini bilən adamdır. Bəli, işini bilən adamdır. Və yaxud da bəzənə deyirlər ki, nə çiğ insandır. Sanki heç bir şey görməyib. Ya da bəlkə boşa düşməyib. Belə ifadələr var bizim el içində. Baxın, bu o imtahanlardan keçməmiş və yaxud da keçə bilməmiş insanların cəmiyyət içərisində qazanmış olduqları müsbət mənada və yaxud da mənfi mənada adlardır. Yəni,
Bu yaşadığımız həyat bizə hər şeyi öyrədir. Əslində bu dünya ahiretin bir neyidir? Tarlasıdır. Bu dünyada ne ekiriksə, o bir dünyada da onu biçəcəyik. Bu dünyada əkmişik, biçmişiksə məhsulumuz olacaq. Əkməmişik, biçməmişiksə əlimizdə bomboş gedirik. Yəni bu mənada Ramazanda yaşadığımız bütün məhrumiyyətlər və bütün məhrumiyyətlərin qarşısında göstərdiyimiz səbir, biraz əvvəl də qeyd etdiyim kimi, sadəcə dözmək deyil, onun qarşısında mətin, iradəli bir şəkildə dayanmaqdır. Biz bəzən bunu auditoriyada belə deyirik, dözməyin iki mənası vardır. Bir var sənə güc göstərirlər, sən onun qarşısında dözürsən. Məsələn, səni döyürlər, bir adam birinci yumruqda, birinci zərbədə yıxılır, sən amma 10 zərbənin 10'da da dayana bilirsən. Bu o dözməkdən deyil. Bəzən də ikinci növ dözmək vardır ki, hər bir insanın fikir və düşüncələrinə sənin hörmətlə yanaşman. Baxın, səbir sənin qarşılaşdığın hər bir maniyə qarşısında sənin dimdik ayaqda dayana bilməndir. Bu qabiliyyətindir, bu gücündür, bu qüvvətindir. Biraz əvvəl dediniz, bəlkə də Ramazanda sənə sataşmaq üçün söz atacaqlar. Sən də deyəcəksən ki, mən orucam. Sən də onunla başlayıb dalaşmağa başlasan, orucundan bir əsər əlamət qalmayacaq. Və o anda sən nə etmiş olursan? Səbr etmiş olursan. Bəlkə də o fikirləşəcək ki, məndən qorxdu. Və yaxud da o da mənim kimi düşünür elə. Amma yox, sən orada səbr imtahanından keçməyə hazırlaşırsan. Səbr imtahanından keçirsən. Və bu səbr imtahanından keçdiyin zaman, yəni səbir sadəcə göstərilən təzyiqə qarşı sənin də güc qüvvət qarşılığını vermən deyildir. Bəzən də onun qarşısında sadəcə sakitcə durub baxmaq deməkdir. Yəni mən bu cür başa düşürəm. Bunu belə də desək, Abbas müəllim, məsələn, səbir qeyd elədiniz. Səbir anlayışının, yəni insan psixikasında ən əsas önəmli xüsusiyyəti odur ki, qeyd etdiyiniz kimi, bir insan səni vurur, sən acı çəkirsən və səbr edirsən. O acı səni acıdır və səndən bir şey alır. Amma səbir dediyimiz bu şey, yəni ibadətlərdəki edilən səbir, insan davranışlarındakı edilən səbir, bizdən nəsə alsa belə, məsələn, ac qalırıq Ramazanda, amma savab olaraq nəsə də qazandırır. Bəli. Bir müdrik adamdan soruşurlar ki, siz öz həyat yoldaşınızla necə oldu ki, belə uzun ömürlü bir evlilik yaşadınız? O da belə cavab verir ki, o dəli olanda mən vəli oldum. Mən dəli olanda o vəli oldu. Yəni vəli olmaq səbir göstərmək deməkdir. Yəni bir insan qarşısında bir dəlilik edirsə, ona qarşı səbirli olub, daha normal davranışlar ona qarşı sərgilədiyin zaman insanlar bir-birini daha yaxşı başa düşür. Qəzəb anında sənə hər hansısa bir pis söz deyə biləcək insana bir söz demədən, biri od olanda, biri su olması lazımdır. Odur ki, yəni Ramazan ayı bizə həm gözəl bir səbiri öyrədir və eyni zamanda o səbirlə də bizə savab qazandırır. Mükafat qazandırır. Sizin dediyiniz zaman ağlıma birdən-birə illər əvvəl biz bir müsahibə ilə əlaqədar hər birimizin çox yaxşı tanıdığımız, indi rəhmətə gedib Allah qəni-qəni rəhmət eləsin, Səməd babanı ziyarət eləmişdik. Və ondan müsahibə aldığımız zaman eyni sualı biz də ona soruşmuşduq ki, Səməd baba, ailənizlə uzun illik, illər boyu bir ailə həyatınız vardır. Bu uzun illi bir ailə həyatını qoruyub saxlamağın yolu sizcə nədir? Dedi ki, xanımım mənə, mən də xanımıma səbir etdim. Rəhmətli belə demişdi. Və bir də mənim evə hansı vəziyyətdə, yəni mən ömrü boyunca onsuz da çobanlıq edən bir insan olmuşam, hansı vəziyyətdə gəlməyimdən asılı olmayaraq
Bir ayda nə qədər az və yaxud da çox qazanmağımdan asılı olmayaraq xanımımın mənə eyni münasibəti göstərməsi oldu deyir bizim uzun ömürlü ailəli olmağımızın səbəbi. Yəni həm bir-birlərinə qarşı səbirli olublar. Sizin dediyiniz kimi elə bir ailə yoxdur ki, orada söz söhbət olmasın. Bu imkansız bir haldır. Amma belə olan hallarda insanların danışaraq problemlərini həll etməsi birinci növbəli vasitədir və bir-birlərinə səbr etmiş olmaları. İkinci də Səməd babanın dediyi hansı vəziyyətdə, maddi vəziyyətdə olmasından asılı olmayaraq ailənin əvvəlki əhval-ruhiyyəsini saxlaması. Yəni o da bir imtahandır axı. O az qazanmağın da, çox qazanmağın da qarşısında ailə fərdlərinin səbr etməsidir də o da. Doğru. Orada da bir səbr vardır. Doğru. Həm özümüzə qarşı, fərdlərin, ailə üzvlərinin, fərdlərinin bir-birinə qarşı səbri, bir də ailənin maddi vəziyyətinə, aylıq qazancına qarşı ailənin səbirlə yanaşması, heç bir deyinti eləməsi, deyinməməsi. Bəli. Bu dirhal bizim ailənin uzun ömürlü olmasına səbəb oldu. Bu birdən-birə xatırladım. Eyni zamanda rəhmətlə xatırladıq Səməd babanı. Allah rəhmət eləsin. Bir daha qəni-qəni rəhmət eləsin. Amin. Yəni burada da insanın ailə üzvləri ilə münasibətlərində, sosial münasibətlərində etdiyi səbir də məhz ona bir şeylər qazandırır əslində. Yəni inancı belə olmasa adamın, deyək ailəsində səbirli davranırsa, deməli gözəl bir ailəni qazanmış olur. O da bir mükafatdır əslində ona. Bəli. Yəni səbir göstərmək, geri durmaq, məğlub olmaq deyil. Səbir göstərmək əslində daha yaxşı münasibətlərə qapı açmaqdır belə baxanda. Son olaraq Abbas müəllim, çox maraqlı bir mövzu üzərində danışırıq. Bu Ramazandan sonra səbir məktəbi həyatımıza necə yol göstərməlidir? Ramazan ayında əslində qazandığımız hər bir xüsusiyyəti Ramazan ayından sonra davam etdirməmiz lazımdır. Yəni Ramazanda dediyim kimi ola bilər ki, biz Ramazandakı qədər digər aylarda ibadət etməyək, amma nə etmemiz lazımdır? Nafilə ibadətlərimiz varsa, nafilə ibadətləri yerinə yetirək. Qəza namazlarımız varsa, qəza namazlarımızı yerinə yetirək. Ramazandakı kimi digər aylarda da bütün ay boyunca oruç tutmasaq da, amma həftənin müəyyən günləri vardır. O günlərdə Peyğəmbər s.ə.v-in sünnə olaraq davam etdirdiyi müəyyən oruçlar vardır. O oruçları davam etdirməyə çalışaq. Həyatımızı Ramazandakı kimi yaşamağa çalışaq. Yəni düzdür, biz hər zaman nə deyirik? 11 ayın sultanı. Bu o demək deyildir ki, Ramazanda hər şeydən inzivaya çəkilirsən, ondan sonra 11 ayda isə istədiyini eləyə bilərsən mənasına gəlmir. Bunu tərsdən düşünməmiz lazımdır. Əslində bu 11 ayın sultanı Ramazan ayında qazandığımız xüsusiyyətləri digər 11 aya da yansıtmamız lazımdır. Əgər tam Ramazan ayında hər gün bir cüz Quran-ı Kərim oxuyursansa, ən azından digər aylarda, digər günlərdə bir cüz oxumasan da, bacardığın qədərincə oxumağa çalış. Cəmiyyətdən özünü çox da təcrid etmə. Necə ki, Ramazanda təravihlər vasitəsilə, iftarlar vasitəsilə insanların içinə girmiş oluruq, onlarla bərabər olmuş oluruqsa, acın halından anlamağa başlayırıqsa, digər vaxtlarda da bu xüsusiyyətləri öz həyatımızda davam etdirməmiz lazımdır. Bu mənada səbir məktəbi insanı dünyaya deyil, əbədiyyət yoluna insanları hazırlayır. Yəni, düşünməmiz lazımdır ki, Ramazan ayında da bizim qazandığımız ən böyük məktəb səbirdir. Bu səbri digər aylarda da davam etdirməmiz lazımdır. Abbas müəllim, çox təşəkkür edirik. Çox dəyərli vaxtınızı səbirli bir şəkildə bizimlə bərabər bölüşdünüz. Səbirdən danışdıq. Allah səbrimizi bol eləsin. Nə barədə bol eləsin? Bəzən belə də deyirlər ki, çox səbir arzulamaq da müsibətin çoxalmasına səbəb olur deyirlər. Səbir, yəni müsibət qarşısında
olan müsibət qarşısında, olacaq müsibət qarşısında da çox olması üçün deyil, amma səbirli olmaq əslində bir belə deyək, insanın ən ali keyfiyyətlərindən biridir. Çünki olur ki, ətrafında sözünə, əlinə, dilinə sahib olmaya bilən, davranışları müəyyən qədər düzgün olmayan insanlarla qarşılaşır insan. Yəni o anda bayaq qeyd etdiyiniz kimi əsir səbir o anında edilən fəlakət qarşısında, o ən çətin situasiyada edilən səbirdir. Allah hər birimizə o anlarda o səbiri edə bilən qullarından etsin. Çünki o anda edilə bilməyən səbir nəticəsində çox insanlar qazamatlarda qalır, çox insanlar həbslərdə qalır. Yəni bir ömrün yox olmasına, çürüməsinə səbəb olur. Anlıq o aqressiya, anlıq o səbirdən uzaqlaşmaq bir insanın həyatını qaraldır əslində. Düşünmədən verilən hər hansı bir qərar, düşünmədən atılan hər hansı bir addım, düşünmədən edilən hər hansı bir əməl hər zaman insana başucalığı gətirmiş. Çox gözəl ifadə etdiniz. Cəmiyyətimizdə insanlar sanki aqressiyanla doludular. Hər kəs partlamağa belə hazır bir qumbara kimidir. Belə olan hallarda hər şeyin qarşısında bir an dayanıb, onu ki, göstərdiyimiz hər bir səbir, hər bir tavazu bizə alçaqlıq gətirməyəcək. Buna əmin olsun hər bir bizi dinləyən, bizi izləyən hər bir şəxs. O bizə tam tərsinə başucalığı gətirəcək. Bəzən atdığımız o addım, siz dediniz, bəlkə də qazamatlıqlara səbəb olur. Sonradan oturub fikirləşən deyirsən ki, axırda bir məsələnin qarşısında mən niyə belə aqressiyanla cavab verdim ki, nəticəsi də belə oldu və yaxud da kaş ki, boş versəydim. Yəni, diqqət almasaydım, mən orucam düşüncəsini sadəcə Ramazanda deyil, onu səbir formatında digər 11 ayda da göstərib, özümüzü qarantiyə almamız lazımdır. O bəd qüvvələrin qarşısında, onun nəticəsində ortaya çıxacaq mənfi situasiyaların qarşısında. Doğrudur, doğrudur Abbas müəllim. Xüsusilə də belə bir söz də var, deyirlər, küçədə avtomobil idarə etdiyin zaman belə bəzən olur ki, insanlar bir-birinə yol verməkdə çətinlik çəkir və o zaman hər hansısa bir hadisə ilə qarşılaşdığın zaman düşün ki, biri həkimə tələsir, birinin ailəsində problemi var, birinin işində problemi var. Hamını problemli olaraq gör. Sadəcə sən problemsiz olaraq, sənin də bəlkə də problemi var, amma elə düşün ki, hər kəsin bir dərdi var. Onun dərdi mənimkindən daha önəmlidir. Aysa onun dərdi, bəli, onun tələsdiyi yer mənimkindən daha önəmlidir deyib, o anda o səbiri, o hadisəni anlayışla qarşılamaq hər birimiz üçün faydalıdır deyə düşünürəm. Çox təşəkkür edirəm Abbas müəllim. Gecəniz mübarək olsun. Var olun. Təşəkkür edirik. Ramazan ayı hər birimizə bu gözəl dəyərləri qazandıran bir ay kimi yaddaşımıza qalsın inşallah bu ildə. Allah razı olsun. Sağ olun, var olun deyirik. Bəli əziz izləyicilərimiz, növbəti bir Ramazanla diriliş proqramının sonuna gəldik. Bugün səbirdən danışdıq. Səbirlə dinlədiyiniz üçün hər birinizə öz təşəkkürümüzü bildiririk eyni zamanda. Son olaraq, səbir sadəcə gözləmək deyil. Səbir, insanı özü ilə üz-üzə gətirən, daxili səsini eşitməyə vadar edən bir güzdür. Səbir insanı Allahla bir bağ qurmağa, hər çətinliyi və hər imtihanı dərs olaraq qəbul etməyə yönəldir. Ramazan bu gücü dirildir, ruhu möhkəmləndirir və hər günün, hər anın dəyərini göstərir. Hər azlıq, hər gözləmə, hər iftar səbrin təcrübəsinə çevrilir. Bu ay insana öyrədir ki, səbir sadəcə çətinliyi daşımaq deyil, onu anlamaq və onun vasitəsilə böyüməkdir. Ramazan hər birimizi səbir məktəbinin tələbəsi edir. Hər dərs bizi daha güclü, daha düşüncəli və daha ümidli edir. Sağ olun, sağlıqla qalın. Gecəniz mübarək olsun.